kəslər ki, Allahla əhd peyman bağlandıqdan sonra o əhdi pozarlar. Allahın birləşdirməsini əmr etdiyini kəsərlər. Yəni Allah deyir, qohum-əqraba ilə münasibət qur, seylə rəhmət, qohum-əqraba ilə əlaqəni kəsərlər və yer üzərində də fəsad törədərlər, onlara lənət olsun. Onların son aqibəti çox pis bir yerdə məskunlaşmaqdır. Yəni cəhənnəmdə məskunlaşmaqdır. Cəhənnəmə vasıl olmaq. Gör nə cür bir ilahi bir vəddir, bir təhdiddir ki, Allahla bağladığı əhd peymanı pozur, seylə rəhm etmir, qohumlarla əlaqəsini pozur, yer üzərində fəsad törədir. Allah deyir, bunlar lənətli insanlardır. Və onlar ən pis yerdə qərarlaşacaqlar. Həmçinin başqa bir ayədə Allah Teala buyurur ki, qorxunu Allahdan ki, onun barəsində soru-sual olunacaqsınız və qohumlarınız barəsində soru-sual olunacaqsınız. Bir neçə ayə var ki, Allah özü ilə yanaşı bəzi insanları adlarını çəkib, yəni bəzi insanları qeyd eləyib orada. Məsələn, biri valideyndir. Və qadâ rabbuke ellâ te'budu illâ iyyah və bil valideyni ihsânə. Rəbbin hökm edib ki, ondan başqasına ibadət etməyəsiz, valideynlərinizə yaxşılıq edəsiz. Allah özünə ibadətlə yanaşı valideynə yaxşılığı qeyd edib bu ayədə məsələn. İsra surəsi 23-cü ayədir. Ona görə də Məhəmməd Hüseyn Tabatabai Əl-Mizan təfsirində də deyir ki, Allaha ibadət etdikdən sonra ən yaxşı əməl hansıdır? Valideynə yaxşılıq etməkdir. Allaha qarşı çıxdıqdan sonra ən böyük günah hansı günahdır? Valideynə qarşı çıxmaqdır, valideynin üzünə ağ olmaqdır. Bu ayədə də Allah buyurur ki, qorxun Allahdan ki, onun barəsində soru-sual olunacaqsınız. Niyə iman gətirmədin? Niyə Allahın buyruqlarını yerinə yetirmədin? Niyə Allahın əmrlərini yerinə yetirmədin? Ardınca nə deyir? Və qohumlarınız barədə də soru-sual olunacaqsınız. İmam Cəfər Sadiq əleyhissalamın səhabələrindən Cəmil İbn Dərrac nəql edir, deyir ki, İmam Sadiq əleyhissalama bu ayəni oxudum. Dedim, bu ayədə nə nəzərdə tutulur? İmam buyurdu ki, bu ayədə məqsəd silə-i rəhimdir. İnsanların qohum-əqrabaları ilə münasibət qurmasıdır, xoş münasibət qurması, onlarla xoş davranmasıdır. Deyir, məgər görmürsən Allah Teala bunu əmr eləyir və Allah silə-i rəhimi özünə olan, özü barəsində olan soru-sualla bərabər tutur. Amma təəssüflər olsun ki, müasir dövrümüzdə elm və texnologiyanın bu səviyyədə inkişaf etməsindən baxmayaraq, bir çox dəyərləri itiririk və həmin dəyərlərdən biri qohum-əqraba ilə olan münasibətdir. Xüsusilə qərb ölkələrində bu aşkar sezilir, hiss olunur ki, Avropaya gedib gələnlərin danışdıqları və müşahidələrimiz nəticəsində indi dünya onsuz da elə bir hala gəlib ki, ovcun içindədir. İnternetin bütün dünyanın hər yerindən anında xəbər tuta bilirsən. Görürsən ki, insanlar ümumiyyətlə qərb nə qədər elmi inkişaf eləsə də, texnoloji inkişaf etsə də, dəyərlər itib, ailə dəyərləri itib, qohum-əqraba arasında münasibətlər itib. Adamın övladı olur, 18 yaşına çatdı, artıq dövlət ki, deyir, bu özü müstəqil qərarlarını verə bilər, başda buraxır. Hətta evindən də çıxardır, qovur ki, yer çıx getdə özü günahla. Tabi hara getdi, necə oldu, çoxlarını maraqlandırmır.